Kəndlərin birində balaca bir dovşan yaşayırdı. Onun adı Mimo idi. Mimo çox qorxaq idi və həmişə tək gəzməkdən çəkinirdi. Hər gün Mimo görürdü ki, quşlar göydə sərbəst uçur, pişiklər ağaclara dırmaşır. O düşünürdü ki, kaş mən də cəsarətli olardım. Elə bu vaxt balaca bir quş yuvadan yerə düşdü və kömək istədi. Digər heyvanlar uzaqda idi. Mimo əvvəl qorxdu, amma sonra isə dedi: "Əgər kömək etməsəm, o tək qalacaq." Mimo cəsarətini topladı, quşu götürdü və onu yenidən yuvaya qoydu. Digər heyvanlar gəldi və Mimoya təşəkkür etdilər. Hamı dedi: "Ən cəsarətli sənsən." Mimo başa düşdü ki, cəsarət qorxmamaq deyil, qorxsa da düzgün işi etməkdir. Cəsarət qorxunu məğlub edib yaxşılıq etməkdir.